Xoşbəxtlik axtarır da hamı, belə Hamı. deyim də, qısaca deyim, hamı axtarır bunu. Bəli. Hə, düzdür, hamı gedib çata bilmir, amma hamı axtarır. Yaxşı, bəs bunlar nə etməlidir? Bax siz bir variantını dediniz ki, məsəl üçün bu bütövlüyə getməlidirlər. Bu həqiqətən xoşbəxtliyin bir variantıdır, hansı ki çox nadir halda görsənir, amma gözəl bir şeydir. Başqa nə edə bilərlər? Bax bu belə deyim də, addım-addım heç olmasa getsinlər o xoşbəxtliklərinə. Ən səhv fikir odur ki, insan xoşbəxtliyi başqasında axtarır. Ki mən ərə gedəcəm, mənim yoldaşım məni xoşbəxt eləyəcək. Ev alacaq, xoşbəxt olacaq. Nə bilim, evladım olacaq, xoşbəxt olacaq. İnsan özü xoşbəxt olub ailə qurmalıdır və xoşbəxtliyi ilə bölüşə bilməlidir. Sevgisi ilə bölüşməyə gedirsən sən ərə. Mən bunu xoşbəxt eləyəcəm. Ondan xoşbəxtlıq almayacağam. Aha. Məhəbbət budur. Əsl məhəbbət, təmənnasız məhəbbət budur. Mən səni sevdiyimə görə səni xoşbəxt eləməyə çalışıram. İstəyir oğlan, istəyir qız. Ancaq bizdə sən məni xoşbəxt elə. Mən səni seçmisəm ki, sən məni xoşbəxt eləyəsən. Məndə hər şey yaxşıdır, sən mənə xoşbəxt elə. Bəli, mən bütüyəm, mən yaxşıyam, mən quzuyam. Ancaq səndə bəzi dəyişikliklər var, onu da mən düzəldərəm. Bu hamısı illüziyadır. Yoxdur elə bir şey. Heç kəsi bu dünyada düzəltmək olmur. Hərə öz egosu ilə yaşayır. Hərə öz proqramı ilə gəlir bu dünyaya. Hərə öz proqramını yerinə yetirir və salam. İntihası insan özü başa düşsə, şuuri şəkildə, özün dəyişməyi istəsə, başa düşsə ki, bu mənim səhv yolumdur. Mən bunu düzəltmək istəyirəm. Onda o insan dəyişə bilər. Yoxsa ki, yox, mən sənə ərə gedim, mən səni düzəldəcəm, sən, əstəğfurullah, səni adam eləyəcəm. Bu boş illüziyadır.